Növbəti sualım sizə olacaq. Bir qədər də istəyərdim bu Braziliya jiu-jitsu, yəni idman növünün sırf Azərbaycanda yaranma tarixindən, ondan sonra yarış qaydaları, kəmər qaydaları, belə deyək də dərəcələri, yəni bunlar haqqında yəni qısa məlumat verərdiniz. Demək, Braziliya jiu-jitsunun Azərbaycanda yaranma tarixi təsadüf edir 2007-2008-ci il ərəfəsinə. Demək, bu döyüş növü Azərbaycana, demək, bizim 3-cü dan qara kəmər sahibi bu döyüş növünün Azərbaycanda banisi bizim hamımızın müəllimi Talih Həsənov tərəfindən gətirilib. İlk olaraq Talih Həsənov yəni bunu başlayıb, mənim müəllimim və mən ilk olaraq Talih mənim tələbəsi olmuşam bu idman növünü yəni başlayan. Ondan sonra demək olar klublarımız demək 1-2 klubla fəaliyyət göstərdi. Sadəcə döyüş növü olan maraq yəni klubların artmasına, idmançıların bu növə belə maraq göstərməsinə səbəb oldu və bu idman növünün təsisçisi demək Talih Həsənov və Talih Məmnuoğlu və bu yaxın qara kəmər alan bu Vüsal Həsənovdur. 2012-ci ildə isə demək klub ictimai birlik olaraq dövlət qeydiyyatına götürüldü. Demək İdman və Ədliyyə Nazirliklərindən qeydiyyatdan keçdi və qeydiyyata düşdü və o vaxtdan 2012-ci ildən bu tərəfə Azərbaycan Braziliya jiu-jitsu klublarının ictimai birliyi kimi fəaliyyət göstərir. Və həmin ərəfə ərzində də təbii ki, yəni bizim o səylərimiz nəticəsində klublarımız artdı. Onlardan yaranan ilk klublardan da biri Qarabağ klubudur. Qarabağ Braziliya jiu-jitsu akademiyası kimi və sonra Qarabağ İdman klubu kimi qeydiyyatdan keçib fəaliyyətə başladı ki, hansı ki bugünkü gün yəni Azərbaycanda fəaliyyət göstərən məşqçi heyətlərini və qara kəmərdə fəaliyyət göstərən məşqçilərin demək olar 90% həmin klubdan çıxıb. Yəni ictimai birlik artıq ölkəyə öz töhfəsini verdi ki, yəni artıq ictimai birlikdən çıxan qara kəmərlər məşqçilik fəaliyyətinə başladılar ki, bu da Azərbaycanda jiu-jitsunun yayılmağına belə deyək, öz töhfəsini verdi. Öz inkişafında özünü göstərdi. Braziliya jiu-jitsu beynəlxalq döyüş idmanıdır və döyüş sənəti kimi qəbul olunub. Döşək üzərində mübarizə aparmaq, boğucu və ağrılı fəndlərdən istifadə etmək bu idmanın əsasını təşkil edir. Bu döyüş sənəti 20-ci əsrin əvvəllərində Kodokan judosundan meydana gəlib. 1882-ci ildə Yapon jiu-jitsu məktəbinin çox sayılı gənc şagirdləri tərəfindən könüllü şəkildə yaradılıb. BJJ rəqibi yerə yıxaraq döşək üzərində xüsusi döyüş texnikasından istifadə edərək düşmənin məğlub edilməsi üzərində ixtisaslaşıb. Bu döyüş tərzinin ağrılı və boğucu fəndləri sayəsində rəqib ya təslim olmağa məcbur edilir, ya da zərərsizləşdirilir. Döşək üzərində nəhəng və güclü insan belə mübarizə zamanı bir çox üstünlüklərini itirə bilər. Braziliya jiu-jitsusunun əsas üslub prinsiplərindən biri də dominant mövqe əldə etməkdir. Döşəkdə mübarizə zamanı özünü qorumaq üçün gözətçi mövqeyindən yan montaj və ya arxadan tutmaq fəndlərindən səmərəli istifadə olunur. Bu manevr və manipulyasiya üslubu iki təcrübəli şahmatçının oynadığı şahmat oyununa bənzəyir. Bəzən döyüş zamanı bütün fəndlərin yerinə yetirilməsinə baxmayaraq mübarizə davam edə bilər. Braziliya jiu-jitsusunun məşhurluğu 1990-cı illərə təsadüf edir. Bu idman növünün inkişafında böyük rol oynamış Gracie sülaləsindən Royce Gracie UFC-də arda-arda bir neçə döyüşdə məhz BJJ fəndlərindən istifadə edib üstünlük qazanır, qalib olur. O dövrlərdə bu təşkilatda bir çox məşhur döyüş növlərinin ustaları da döyüşürdü. Royce Gracie'nin xarici görünüşçə özündən daha qüvvətli görünən döyüşçülərə məhz BJJ fəndləri ilə qalib gəlməsi, xüsusən MMA ilə məşğul olan idmançıları Braziliya jiu-jitsu öyrənməyə təşviq edib.